Həyatımda birinci dəfə sushinin dadına baxacağam. Deməli dostumuz gilə qonaq gedirdik, nə alaq deyə çox düşünmədik. Onların sushi sevdiyini bildiyimiz üçün belə qərar verdik ki, məhz Yapon mətbəxindən seçim edək. Başı çıxan 3-4 nəfərdən soruşdum və buranı məsləhət gördülər. Bununla da Şərqdə qonaq getdiyi evə sushi bazarlığı eləyən ilk Azərbaycanlı kimi tarixə düşdüm. Sushi mundan nələr götürdük deyim. Philadelphia Grill, Okasi Premium, Unagi Premium və hot rollar. Salmon, Sezar, Kaliforniya, Ebi Hot Baked və təbii ki, sushinin yeyilməsində istifadə olunan souslar, çubuqlar və s. və ilaxır. And ola Allaha qonaqlar sushiyə nətər hücum çəkdilərsə, ağızlarına baxa-baxa qalmışdım. Körpəlikdən sushi ilə böyümüş Səfiyar çox böyük ləzzətlə yedi və dediyinə görə keyfiyyət üst səviyyədədir. Mənim başım çıxmadığına görə dostlarımızın sözlərini çatdırıram. Onlar həqiqətən bəyəndi deyə mən də ürəkləndim. Əvvəlcə Unagi Premium roldan başladım. Keyfiyyətinə sözüm yoxdur, çünki uşaqların hamısı bəhbəhlə yedi. Amma mən qərarsız qaldım, çünki dadı qeyri-adi idi. İndiyə qədər bu dadı heç nədə görməmişəm. Daha sonra hotları yoxladım. Ebi Hot Baked'i qorxa-qorxa yesəm də dadı yaxşı idi. Çubuqla tuta bilmədiyimə görə aldım əlimə çəngəlimi və Kaliforniya hot rolu ötürdüm mədiyə. Bu da normal idi. Yəni belə deyim də ürəyim getmədi, amma düşündüyüm kimi qorxulu da değildi. Beləcə 37 ildə ilk dəfə tilsimi qırdım və sushini daha yaxından kəşf etmiş oldum. Beyləqan ətindən təmiz Azərbaycan sushisi. Düzdür, milli yeməklərimiz başqadır. Bunları müqayisə etmək doğru deyil. Amma əgər sushi sevirsinizsə, Sushi Mun həqiqətən keyfiyyətli yermiş. Dostlarımız Allah şahidi. Yəni rahatlıqla özünüzə, yaxınlarınıza ala biləcəyiniz bir məkandır. Bura bir daha qayıdacağam.